Salam mənim kanalımın seyirciləri. Mənim kanalım ümumiyyətlə başqa tematikadadır. Ancaq damarında Azərbaycan qanı axan bir vətəndaş kimi bu torpağın çörəyin yeyib, suyun içən bir bloger kimi bunları söyləməyə borcluyam. Sosial şəbəkədə nə isə yazdınsa, nə isə qeyd elədinsə, bu evin xaricidir. Biz hamımız səhər durub işə gedən insanlar, Azərbaycanda yaşayan insanlar bir gəmidəyik, bir evin sakinləriyik. Qıraqdan sosial şəbəkədə video paylaşan, yazan, bizim yanımızda olmayan insan bilmək olmaz kimdir, nə məhsəbə qulluq eləyir, hansı dövləti təmsil eləyir, ermənidir, rusdur. İndi texnologiya o qədər inkişaf eləyib ki, sırf səlis Azərbaycan dilində latın əlifbası ilə kim deyirsən, nə istəsən yaza bilər. Və səhər-səhər məni kimi, səni kimi 8-də durub işə gedən insanlar, qıraqdan kimsə bir dənə xox yazan kimi altından like eləyib, hə deyib, öz dövlətimizə, öz gəmimizə, öz evimizə zidd olan şeyləri dəstəkləməyin. Siz bu evin, gəminin içindəsiniz elə məni kimi. Siz oradan hansısa təxribat xarakterli bir şeyə like demək və yaxud da onu dəstəkləmək, özün özümə gülürsən sən. Özün özümə gülürsən. Mən dövlət işində işləmirəm, milyoner deyiləm, sırf Azərbaycanlı kimi o necə deyərlər, divanın üstündə oturub öyünən divan əjdahası kimi yox, üzbəüz də istənilən insana anlatmağa hazıram ki, öz xalqının, millətinin yanında olmalısan. Bizim başqa dövlətimiz yoxdur. Dövlətçiliyimizin atributları var. Himnimizdir, gerbimizdir, prezidentimizdir. Qıraqdan hər hansı bir söz deyəndə, fake news yazanda onun cavabını yerində vermək lazımdır. Məsələn, mən özüm ingiliscə, rusca hamısına cavab yazıram. Cavab vermirsənsə, Allah xətrinə başa düşüb dərk eləmədiyin şeyi heç olmasa like eləmə. Özün özünə zidd getmə. Sən ən azından Azərbaycan vətəndaşısan. Sən Azərbaycanın mənafeylərini qorumalısan. Bu qədər möhkəm olun millət, provokasiyaya getməyin.